Həkimsən verilişinə baxırsınız və həkim qonağım revmatoloq osteopat Əli Əlizadədir. Buyurun, müraciətlərinizi Mayamed klinikasında yerləşən Vertex Revmatologiya və Osteopatiya mərkəzində edə bilərsiniz. Əli doktor, xoş gördük sizi. Sizi də çox xoş gördük. Necəsiz? Sağ olun, minnətdaram dəvətiniz üçün də. Sizi də görməyə çox şadıq. Təşəkkür edirəm gəldiyinizə görə, minnətdaram. Doktor, əlbəttə biz revmatoloji problemlərə çox toxunuruq, amma bugünkü gündə daha çox bizdə şübhə yaradan, bilirsiniz, bu və ya digər səbəblə həkim müayinəsinə getmədən belə özümüzə qoyduğumuz diaqnozlar sırasında podaqa var. Podaqa nədir əslində? Revmatoloqun dilindən eşitmək istəyərdim və kimlərdə müşahidə oluna bilər? Oynaq iltihabı xəstəlikləri hansısa simptomlarla, gedişatı ilə, ağrının şiddəti ilə bir-birinə bənzər xəstəliklərdir. Bu podagrik artritlər, podaqa xəstəliyi dediyimiz xəstəlik, autoimmun xəstəlik olmasa da, bu da autoimmun xəstəliyin gedişinə, revmatoid artritin gedişinə bəzi bənzərlikləri var. Bəzi yox, bir çox bənzərlikləri var. Podagrik artrit, bəli, oynağın iltihabı xəstəliyidir. Amma əsasən ayaq baş barmağın birinci falanqasında olur. Amma o demək deyil ki, başqa oynaqlarda olmur. Başqa oynaqlarda da olması ehtimalı var. Amma bütün podagrik artritləri... Başqa oynaq deyəndə... Bizdə də ola bilər, dirsəkdə də ola bilər. Böyük oynaqlarda da müşahidə olur. Bəli, böyük oynaqlarda da olması mümkündür. Sadəcə olaraq gedişatı biraz fərqli olur. İndi podaqranın növlərini deyəndə hansı, harada daha çox olur, onları qeyd edəcəm. Amma baş barmaqda problem yoxdursa, məndə podagrik artrit yoxdur deyə bir şey də yoxdur. Hətta bazı oynağında da olması mümkündür. Yəni, və yaxud da ki, ayaq topuqda, dabanın birləşdiyi aşıq daban oynağında da olması mümkündür. Halus valgusuna o qədər oxşarlıq var. Sadəcə revmatoloji... Bəli, birinci baş barmağında da bu halus valgus məsələsi ki var. Yəni, bunun ümumiyyətlə podagrik artritlə və yaxud revmatoid artritlə və yaxud hansısa başqa iltihabı xəstəliklə heç bir əlaqəsi yoxdur. Qətiyyən dəxli yoxdur. İltihabı xəstəlik deyil. Amma oxşarlıqlar mı var? Hə, oxşarlıq var mı? Var. Amma yəni o deyil. O deyil. O deyil. Müalicəsi də fərqlidir. Gedişatı da fərqlidir. Əmələ gəlmə səbəbi də fərqlidir. Yəni, heç bir dənə də qohumluqları yoxdur. Əlaqəli bir şey. Sadəcə bir görünüş olaraq oxşarlığı var. Oxşarlıqla da adama diaqnoz qoymaq olmaz axı. Belə bir şey olmur da. Yəni, konkret xəstəliyin hansısa simptomları, analizləri üst-üstə düşməlidir ki, xəstəyə hansısa diaqnoz qoyulsun. Doktor, podaqranın gedişatına bənzər gedişatı olmasa da, axı siz az öncə dediniz, elə artritdə olduğu kimi müəyyən oxşar simptomlar xəstəliyin gedişatında. İltihabı xəstəliklər. Yəni, deyək ki, bu adamda halus valgus var, oynaqda bir əyilmə gedir, baş barmaqda, fərq etməz və ya digər barmaqlarda. Oynaq deformasiya olmayacaq zamanla? Oynaq deformasiya mütləq olur. Hə, o zaman var oxşarlıqlar. Yox, eyni xəstəlik deyil, aydındır, mən başa düşdüm sizə. Amma o podagrik artrit başlayan anda o qədər dəhşətli ağrılarla başlayır. Demirsiniz, insanlarda daha çox qorxu yaranır ki, oynaqlar deformasiya olur. Yəni, halus valgusla əsas fərqini mən deyim ki, insanlar üçün daha izahlı, belə anlaqlı olsun. Əgər barmaqda əyilmə varsa, ayaq baş barmağında əyilmə varsa və orada heç vaxt istilik olmursa, şişkinləşib ayaqqabını bir neçə gün ayağa geyinmək mümkün olmayacaq dərəcədə ağrılar olmursa, o deməkdir ki, bu podagrik artrit deyil. Bu tamamilə fərqli bir halus valgus xəstəliyidir və yaxud da başqa bir deformasiyalı xəstəlikdir. Yəni, əlaqəsi olmayan bir məsələdir. İndi qaydaq podagrik artrit məsələsinə. Bu podaqa xəstəliyi niyə deyirəm? Çünki insanlar arasında heç kim ona podagrik artrit demirlər. Mənim podaqram var deyirlər. Hə, bəli. Bunun iki növü var. Bir növü purin mübadiləsinin pozulması, yəni qaraciyərdə purin mübadiləsinin pozulması nəticəsində, yəni biraz loru cümlə ilə desək, bağırsaqdakı həzm prosesi ilə qaraciyər və bağırsaq arasındakı həzm zəncirinin bir həlqəsi düşüb itir, yoxa çıxır. O purin mübadiləsinin pozulması adlanır. Purin mübadiləsinin pozulması nəticəsində qanda dövr eləyən sidik turşusu o qədər sürətlə art-arta gedir ki, böyrək onu çatdırıb çıxara bilmir, kənara çıxara bilmir. Və o da hansısa oynaqlarda gedir toplaşır, iltihab yaradır, osteofitlər əmələ gətirir, biraz da ağırlaşanda oynağın deformasiyasına gətirib çıxarır. Bu bir forması. Digər bir forması var ki, purin zəncirində heç bir problem yoxdur. Həzm traktı normal işləyir, həzm zənciri deyək, həzm traktı yox. Böyrəyin funksiyasında problem yaranır
Böyrəyin çatmazlığı baş verir və yaxud da ki, hansısa bir səbəbdən o artıq səbəbdən nefroloqların yenə də sidik turşusu problemidir. Bəli, böyrəyin funksiyası pozulduğu üçün normalda ifraz olunmalı olan sidik turşusu böyrəkdən sidik vasitəsilə çıxarıla bilmir, qanda dövriyyəsi artır. Bu da eynən o cür podagrik arteritə gətirib çıxara bilir. Və bunların gedişatı da fərqlidir, müalicəsi də fərqlidir. Nəticə etibarilə qanda sidik turşusu çoxalır. Çoxalır, amma onun müalicəsi də fərqlidir, səbəbləri də fərqlidir və xəstəliyin gedişatı da fərqlidir. Burada birinci halda xəstəyə daha çox pəhriz saxlamaq məsləhət görüldüyü halda ki, purin badləsini pozan qidalar var, qida məhsulları. Bura tərəvəzlər də aiddir, ət də aiddir, pomidor, spanaq, nə bilim, qazlı sular, şokolad, kofe, spirtli içkilər, əsas qazlı sular, bulyon, xaş, sonra heyvan içalatı, bunlar qətiyyən bu xəstələrə dilinə də vurmaq olmaz, yəni dadına da baxmaq olmaz. O dərəcədə ziyanlıdır. Kəskin dövrlərdə hətta qırmızı əti belə yemək olmaz, digər dövrlərdə yenə az-az yeməyə icazə veririk. Amma ikinci haldakı böyrək funksiyasının pozulması ilə gedirsə problem. Bəli, yenə də deyirik ki, bu qidaları az qəbul etsin ki, heç olmasa purin sidik turşusu az ifraz olunsun. Amma burada hansısa ciddi pəhrizin saxlanması o qədər də əhəmiyyət kəsb eləmir. Birinci halda çox əsas pəhrizin saxlanmasıdır. Çünki pəhriz nə qədər uzun müddət xəstə düzgün pəhriz saxlayırsa, mütləq evdə pomidor tomatı deyil, biber tomatı istifadə etmək lazımdır. Yəni pomidorun olmaz deyəndə təkcə təzə pomidordan getmir söhbət. Pomidor və pomidor məhsulları. Bütün tərkibində bura ketçup da aiddir, digər tomatlar da aiddir, hamısı aiddir. Bunların heç birini ömür boyu istifadə etmək olmaz, amma biber tomatı istifadə edə bilərlər. Bu cür insanları və bir ailədə bir nəfər podagrik arteritlə insanın olması bütün ailədə qida rasionunun biraz dəyişkənliyə uğraması deməkdir. Çünki mütləq bu adam evdə podagrik arteritsə evdə heç kim tomatdan istifadə etməməlidir. Çünki 3-4 dənə qazan asılmayacaq, evdə bir qazan yemək pişir, xörək pişir, hamı da ondan istifadə edir də. Yəni əsasən bu cür. Baxırsan ki, bir çox xəstəlikləri özümüz özümüzə yaradırıq. Bir çoxlarını, bəli. Bir çox... Yəni, mən meyvə yeməyi sevirəm. Bu zamanla meyvə yeməyi çox tükətdim. Demək ki, daha çox fruktoza səbəbi ilə, yəni mübadilə pozğunluğu yaranarsa, yanaşı da alkoqol varsa, artıq yüklənmə varsa, dərman qəbulu varsa, sistem xəstəliyi, çıxdı meydana. Bilirsiniz, qəbul elədiyini xəşləmək məsələsi var da. Və ya buna bənzər başqa bir şey. Qəbul elədiyini xəşləmək məsələsi var. Sən qəbul elədiyin kalori axşama qədər xəşliyə, yəni yandırıb qurtara bilmirsənsə, bitirə bilmirsənsə, bu gün də olmasa sabah biri gün hansısa problemi törədəcək. Daxildə inflamasyon deyirlər, o da yanğın. Yəni insan qəbul elədiyi kalorini, qida məhsulunu, bədən onu son məhsula qədər ayıra bilməlidir. Hansısa səbəbdən ayıra bilmirsə, orada depo şəklində toplanırsa, bu hansısa bir formada adicə həzm pozğunluğu deyək, həzm traktında problem var məsələ üçün xəstədə, uzun müddətli qəbizlik var. Biz də hansısa bir başqa xəstəlikdən bunu müalicə edirik, lap deyək, revmatoid artritdən müalicə edirəm. Burada qəbizlik var, həzm traktında pozğunluq varsa, mən ona nə tablet, nə həb versəm, xeyri yoxdur, o effektiv görməyəcəm, çünki problemi var, sorulma prosesi getmir. Qəbul elədiyi tablet sorulmur. Sorulmursa, burada ya inyeksiya formasını keçməliyim, ya yanaşı bunu gastroenteroloq müalicə eləməlidir. Podagrik arteritlərdə o da onun kimi. Yəni, bağırsaqda problem varsa, həzm traktında problem varsa, bəzi əlavə yüklənmə dozası eləmək də mümkün deyil, hansısa dərmanlarla. Bəzən çox vaxtı xəstələr, o cür xəstələr gəlir, uzun müddət ağrı kəsici dərmanlar qəbul eləmiş insanlar. Artıq mədənin seyirlik qışasında problemlər var, qastrit var, yazma var. Burada da hansısa bəzi dərmanları ehtiyatla vermək lazım olur. Amma hər şeydə inyeksiya ilə əvəz eləmək mümkün deyil. Çünki elə maddələr var ki, o məhz tablet həb şəklində perostan qəbul olunmalıdır ki, burada lazım olan effekti versin. Amma bununla yanaşı dediyiniz digər bir hansısa pəhriz saxlamaması ucbatından və yaxud da ki, digər xəstəliklərin ucbatından yanaşı xəstəliklər əmələ gəlibsə, bu digər prosesi daha da ağırlaşdırır. Və yaxud da ki, qan dövranının pozulması nəticəsində qan dövranı əsas pozan xəstəliklərdən biri yox, birincisi şəkərli diabet. Bu gün səhər bir nəfər gəlib ki, filan problemlər var, barmaq əyilib, artroz var, şəkərimdə 200-250-dən aşağı enmir. Deyirəm, niyə indirmirsiniz, gedin endokrinoloq nəzarət eləsin filan.
Deyir, nə olacaq ki, 200-də, mənim qonşumda 500 var, 500-dür qonşum şəkərdir. Şəkəri boş ver, ayağı məyil. Hə, mənim ayağım düzəlt tək ki, sən şəkəri boş ver. Şəkəri boş vermək mümkün deyil, çünki şəkər qan dövranını pozur. Biz də hansısa orqanı müalicə eləmək üçün yerli qan dövranını yaxşılaşdırmalıyıq. Əgər qan dövranı pozulubsa, mən onu yaxşılaşdıra bilmirəm. Ona görə də yanaşıb iltihabı sonlandırmaq mümkün deyil şəkəri sonlandırmadan. Başqa problemləri həll eləmək mümkün deyil. İndi biz 10% izah eləyə bilmirik axı. Yox, mən onu məcburən izah eləyirəm. Razılaşanlar razılaşır ki, bu olmalıdır. Eləyirlər, xeyrini də görürlər. Tez bir zamanda da illərlə, yəni özünüz bilirsiniz, müşahidə eləmişsiniz ki, mənim xəstələrimin 95%-i hər tərəfi gəzib gələn xəstələrdir ki, ən ağır formada 95%. İnanırsınız, bugün səhərdə... Son çarə Əlizadə. Yəni, hər gün mən heç olmasa bir 2-3 nəfər əlil arabasında xəstəyə baxıram. Yəni, bu böyük rəqəmdir. Elə bir şey olmamalıdır. Yəni, insan o vəziyyətə qədər gəlib çıxmalıdır, baxmalıyam. Baxmalıyıq, ya hansı başqa həkimə getməlidir ki, o vəziyyətə gəlib çıxmasın. O vəziyyətə gəlib çıxandan sonra biraz vəziyyət daha da ağırlaşır. Yəni, bu işi biraz belə, hələ qonşu dedi ki, qonşu məsləhəti ilə müalicə alanlar bütün xəstələrin demək olar ki, 30-40%-ni təşkil edir. Qonşu məsləhəti ilə filan dərman atdım, filan qohumumuzda belə oynaq ağrıyırdı, ondan soruşdum, o filan dərmanı atırdı, mən də onu dedim, sonra məlum olur ki, o ayrı diaqnozdan ağrıyırmış, elə oynağım ağrıyır deyib, hamıda eyni şey deyil ki. Və bütün xəstələrdə özünüz bilirsiniz ki, ağır xroniki xəstələr əl doktorun yanına çatan kimi sabah sağalmaq istəyirlər ki, elə mən buradan çıxanda sağalmayım, sabaha qalmasın, bu gecə sağalmalıyam. Mən neçə ildir xəstəyəm, hələ yenə ağrıyacağım, hələ bir sual da verirlər ki, yenə ağrıyacağım mən hələ. Belə deyil, yəni xəstəliyin gedişatına uyğun da müalicə prinsipi seçilməlidir. Düzgün seçilərsə, bəli, bir neçə günə artıq xəstə əvvəlkindən fərqini hiss eləməyə başlayır. Amma bir neçə günə sağala bilməz. Artıq gedişatında, işin gedişatında bəzən elə olur ki, məsələn, 2-3 həftəyə xəstədə hansısa yanaşı problem olur, xəstə deməmiş olur, biraz tapmaqda çətinlik çəkirsən. Çünki ilkin etapda hansısa fikir lokallaşır, əsas ağrı nahiyəsinə, digər nahiyələrə xəstə özü demədən fikir vermək olmur axı hər şeyə. Yanaşmalar doğru olmalıdır. Doktor, indi sistem xəstəliyi səbəbilə biz müalicə alırıqsa, bizi müalicə eləyən həkim xəbərdarlıq etməlidir ki, burada problemlər var. Bəlli bir yaşa gəlib çatır, klimaks dövrünə girirsə, o xanıma da xəbərdarlıq olunmalıdır. Eyni ilə də kişilərə. Bəlli bir yaşa gəlib çatmışıqsa, ailə həkimi olmalıdır və deməli ki, bir çox xəstəliklər risk qrupusan, eyni ilə də padagra. Yəni, ayağı tələyə salma hərfi mənasında belə gedir də. Bəli, padagra ayağın təliyə düşməsi deməkdir, hərfi tərcüməsi. Yəni, 40 yaşından sonra öz keyfimə alkoqol tükədim, 40 yaşından sonra öz keyfimə, yəni, nə qədər yaşayaram prinsipi. Yəni, bütün bunlar artıq dəyişməlidir. Həqiqətən də həyatda bəzi kriterlər var ki, biz onları sıfırlayıb yenilərini yazmalıyıq və ən doğrularını yazmalıyıq. Dərmanları qəbul etsək belə, annotasiyasını oxuyub... Bəli, dərmana da arxain olub ki, mən dərman atıram, istədiyimi yeyə bilərəm, belə bir şey yoxdur. Heç bir xəstəlikdə belə bir şey yoxdur. Podagrik artritlərdə bir dənə də gözəl nüans qeyd edeyim. Qaraciyər mənşəli podagrik artritlə böyrək mənşəli podagrik artritlərin bir fərqi də var ki, daha çox, həmişə yox, amma daha çox halda böyrək mənşəli podagrik artritlərdə oynaqlarda tofuslar əmələ gəlir. Əl barmaqlarda, dirsəkdə, piy toxumasından ibarət olan böyük-böyük tofuslar və getdikcə böyüyür onlar. Çox əldə belə eybəcər vəziyyətləri gətirib çıxara bilirlər. Dirsəkdə və ayaqda da, digər oynaqlarda da ola bilir. Bu böyük tofuslar daha çox böyrək mənşəli podagrik artritlərdə olur. Digər qaraciyər mənşəli purin badləsinin pozulması mənşəli podagrik artritlərdə o tofuslar hər saat rast gəlinmir. Çox az hallarda, amma rast gəlməsi mümkündür. Sistem tofus xəstəliyi bu səbəbdən deyilir? Yox, tofuslar təkcə podagrik artritdə deyil. Bir çox xəstəliklər. Başqa xəstəliklərdə də tofusların əmələ gəlməsi mümkündür. Amma ələxüsus əksər hissəsi bu podagranın böyrək mənşəli podagrik artritlərin üzərinə düşür. Daha çox hissəsi. Bir-birlərinə fərqləndirən cəhətlər var. Sadəcə olaraq insanlar özləri görəndə daha çox şübhələnsinlər ki, neyə müalicəsi varmı doktor bu problemin? Bəli, tamamən müalicəsi mümkündür. Ayaqlar da deformasiya oldu, oynaqlar da. Tam deformasiyaya uğramadan tamamilə sağlamlığına qovuşmaq mümkündür, amma kiçik bir əmması var. Həmişəlik sağalması mümkün deyil. Daimi pəhri saxlamalıdır, daimi nəzarətdə olmalıdır. Böyrək mənşəli podagrik artritdirsə mütləq həmişə nefroloqun nəzarətində olmalıdır. Bu cür böyrək mənşəli podagrik artritlərə biz daha çox rast gəlirik. Bu dializ xəstələrində də daha çox rast gəlinir. Bu deməli farmakoloji müalicə hissəsidir. Bəli, burada o demək deyil ki, xəstə dializə getməməlidir və yaxud
gedəcək, onu alacaq. Əgər ehtiyac varsa, Başqa müalicələrində o böyrək mənşəli podaqrik artritləri nefroloqlar da müalicə edə bilir, eləyirlər və yaxud da ki, biz də müalicəsini apara bilirik, amma nefroloji problemdən kənar hissəsini, nefroloji hissəsini deyil. Amma bütün podaqrik artritlərin demək olar ki, 75%-i purin mübadiləsinin pozulması mənşəli podaqrik artritlərdir. Ona görə də qidalanmaya ciddi nəzarət olunmalıdır. Purin mübadiləsinin pozulmuş xəstə bir stəkan qazlı su içməklə və yaxud da ki, bir bakal pivə içməklə 20-24 saat sonra artıq ağrıların başlamasını müşahidə eləyir. Yəni, orada mexanizm nədən ibarətdir ki? Purin mübadiləsi pozulur, sidik turşusu həddindən artıq purin mübadiləsi pozulduğunda sidik turşusu sintezi pozulur və artıq bir stəkan qazlı su içməklə? Bəli. O hansı dərəcədə pozulması ilə də əlaqədardır. Bəzi insanlar var ki, deyir, arada bir içirəm, işin olmur. Hə, ola bilər bəzilərində, biraz yüngül hallarda purin mübadiləsi pozulmuş insanlarda qırmızı ət də yemək olmaz. Amma remisiya alınanda, hər şey qaydasında olanda xəstələrə bəzən biz qırmızı əti qidalanmağa icazə veririk ki, hər gün yox, hərdən birdən istifadə edə bilərsiniz. Amma məsələn, elə şey var ki, xaşdır, içalatdır, bunu ümumiyyətlə dadına da baxmaq olmaz. Çünki həddindən artıq purin mübadiləsini pozan qida məhsulları var. Hə, biraz yüngül təsir göstərənləri var. Məsələn, adi qazlı su o qədər yüksək dozada təsir göstərmir. Amma spirtli qazlı su, spirtli içkilər birbaşa orada purin mübadiləsini pozur və kəskin pozuntusu baş verir. Bir gecənin içərisində sabaha artıq iltihab dəyərləri kəskin yüksəlir, oynaq şişir, ağrılar başlayır, xəstəni bəzən yeriyə bilmir, xəstəni həkimin yanına gətirirlər. Hətta o dərəcədə belə bir günə o boyda dəyişikliyin baş verməsi mümkündür. Yəni, kimsə fikirləşməsin ki, mən daha müalicə almışam, sağalmışam, istədiyim eləyə bilərəm. Hə, bu filankəsin ad günüdür, bir 50 qram için. Belə bir şey mümkün deyil. Bilin ki, o 50 qram sizə çox ağrı cəhətdən baha başa gələcək. Çünki əgər bir şey olmazsa deməli olmaz. Olmazların da içində, mən həmişə xəstəyə də deyirəm, olmazsa olmazlar var, bir də var olmaz. Yəni, bu olmazsa olmazlara pomidor, tomat məhsullarıdır, qazlı sular, spirtli içkilərdir, içalatdır, xaşdır. Bunlar qətiyyən olmazsa olmaz. Yəni, bunların heç dadına belə baxmaq olmaz bu cür insanlar. Elə. Amma bəzi məhsullara, qida məhsullarından əsas da qırmızı ət, ağ əti yeyə bilərlər. Yağsız ağ ət, toyuq əti, balıq əti, bunların qidalanmasında heç bir problem yoxdur. Amma qırmızı ətdə kəskin dövrdə problem yaranır. Kəskin olmayan dövrdə o qədər də problem törətmir. Və oynağın müalicəsi də deformasiyaya uğramayıbsa, hələ tam deformasiyaya uğramayıbsa, oynaq yəni dağılmayıbsa, deformasiya sözünün bir izahını da verim, oynaq kapsulu zədələnməyibsə, əyilməyibsə, bunun tam müalicəsi mümkündür. Onda siz müayinə sırasında sinovial mayaya da baxırsınız? 100%. Yəni, hətta bəzən mübahisəli məsələ olanda sinovial mayada orada sidik turşu kristallarına belə müşahidə eləmək, yəni bu protokolda da var, məcburiyyətində qalırıq. Çünki əvvəl hətta göstəricilər var idi ki, sinovial mayada sidik turşusu kristalları tapılmayıbsa, podaqrik artrit diaqnozu qoyulması düzgün deyil. Hətta belə bir teoriya da var. Konkret olaraq? Bəli, yəni çünki oynaq başqa səbəbdən də şişə bilərdi. Yox, aydın məsələn, axı biz orada podaqranın formalarına toxunduq. Bəli, yox. Kəskin artritin tutmaları, periodlar, xroniki forması. Hətta bəzən o qədər spesifik şişkinlik olur ki. Tofus forması. Bəli, spesifik şişkinlik o qədər şişkinlik olur ki, kəskin dövrdə. Bax, 2 gün əvvəl bir dənə bir cavan oğlan gətirmişdilər, ayaq biləyində şişkinlik. Baxmayaraq ki, analizlər olunmuşdu, müayinələr olunmuşdu. Baxdım, gördüm, sidik turşusu göstəricisi normaldır. Mənim yanıma gələn 3 gün qabaq vermişdilər. Şişkinlik uzun müddət, bir neçə vaxtdır. Dedim, bu analizdən bu xəstənin vəziyyəti düz gəlmir. Orada sidik turşusuna C-reaktiv zolal təzədən yoxlanmalıdır. Yenə yoxladılar, artıq inanılmaz dərəcədə böyük rəqəmlər, böyük fərqlər. Hə, bu indi düz gəlir. Yəni, belə şey ola bilirmi? Bəli, ola bilir. Necə ola bilər? Klinika başlayıb artıq, amma sidik turşusu hələ qanda dövriyyəsi oynaqda başlayıb toplanması. Amma qanda dövriyyəsi hələ o qədər norma həddini keçməyib. Norma həddi var. Norma həddini keçməyə bilir. Yəni, bu həddi, bunda əgər klinika varsa, gedişat varsa, artıq iltihab göstəriciləri göstərirsə, sabah və yaxud da ki, bir gün sonra bir də yoxlamaq lazımdır. 2 gün sonra bir də yoxlamaq lazımdır. Doktor, onda belə çıxır ki, iltihab varsa oynaqda, mən bunu ətraflı araşdırmasam, doğru həkimə getməsəm, dediyiniz diferensiyasiya olunmasa, qeyri-steroid iltihab əleyhinə preparatlardan tut, kör-köranə, farmakoloji, qeyri-farmakoloji. Dediyim cavan oğlana antibiotiklər yazmışdılar ki, iltihab var, sidik turşusu, antibiotik vurulmalıdır. 3 gündə antibiotik vururdular ona.
Nə məqsədlə, diaqnozu nə idi? Heç nə ki, iltihab var, vurmalıyıq da. Yəni monoartritdir, revmatoid artritə oxşamır, sidik turşusu da çıxmayıbsa, onda antibiotik vurulmalıdır. Yəni bəzən xəstəliyin diaqnozu məlum olmadan xəstəyə Allaha pənah belə nəsə eləmək, doğru deyil. Steroid versəydilər nə vardı ki? Yəni antibiotik vurulması belə halda ümumiyyətlə yol verilməzdi də. Yəni, tam əlaqəsiz bir məsələ, dəxil olmuyor. Çox dəhşətli, yəni həqiqətən də tibbi mövzulara toxunanda elə həkimlərin öz dilindən eşidirik də, bu gələn pasiyentlər nələrlə qarşılaşır, doğrudan da çox çətindir. Bir çox xəstəliklərdə olduğu kimi podagrik artritdə də diaqnozun qoyulması çətinlik törədirmi? Törədir. Oxşarlıq, bənzərlik klinikada varmı? Var. Burada həkim ətraflı müayinə aparmalıdır, xəstəyə individual yanaşma olmalıdır. Dediyimiz kimi hansı formadırsa onu araşdırmalıdır. Məhz ona uyğun müalicə taktikası təyin olunacaq. Pəhriz ikinci sırada. Birinci diaqnoz qoyulmalıdır. Bəli, məlum məsələdir. Pəhrizi biz hər ehtimala qarşı ilkin etapdan deyirik ki, oxşayır bu. Yox, indi sabaha qədər məsələn bir gün belə qidanın qəbulunda hansısa nəyəsə çəkindirmək, hətta iltihabın gedişatına təsir göstərə bilir. Ona görə də məsələn, əgər diaqnozun qoyulması sabaha qədər ləngiyirsə, biz bu gündən hər ehtimala qarşı pəhriz xəstəyə deyirik ki, bu gündən bunu eləmə. Sabah lazım olmasa deyəcəm, qəbul edəcəyiz. Doktor, sizi yormaq istəmirəm. Bir sual da verəcəm. Biz qəbul etdiyimiz dərmanlar sırasında, indi hər hansısa bir səbəblə, xüsusilə də bu təzyiqi olan, böyrək problemi və s. olan insanların çoxunda sidik qovucular təyin olunur. Yəni, bu dərmanlar ürəyin işemik xəstəliyi və s. İndi, əlbəttə, əgər bunun tibbi göstərişi varsa, həkim yazır bu diuretikləri, sidik qovucuları. Bunlar da yarada bilərmi zamanla süni şəkildə qanda sidik turşusunun artımını? Yox, əsasən xeyr. Əsasən xeyr. Orada ağlıma gəldi. Sidik turşusu artırsa biraz nefron zəncirinin süni şəkildə yarada bilər. Xeyr. O nefron zəncirinin formasını burada danışsan biraz insanlar üçün də maraqsız olar. Qısacası xeyr. Onun yaratma ehtimalı demək olar ki, yoxdur. Bu bir tərəfdən bizi sevir. Böyrək hərəkət zənciri zədələnməyibsə, nefron zədələnməyibsə, burada onun əmələ gəlmə, hansısa dərmanın təsirindən, sidikovcunun təsirindən orada nefronun zədələnməsi mümkün deyil. Nefronun zədələnməsi, nefronların əvvəla sayı milyonlarlandır. Orada 3 dənə, 5 dənə deyil ki, ikisi zədələndi, üçsü zədələndi, sıradan çıxdı filan. Burada milyonlarla nefron var. Burada kütləvi surətdə nefronların funksiyasının pozulması getməlidir ki, bu dediyim məsələ baş versin. Bu ağır glomerulonefritlərdə, böyrək çatmazlığında və s. belə şeylər ola bilir. Yoxsa sidik qovucu ilə pozulası məsələ deyil. İndi sualı tərsdən verim, doktor. Sidik qovucuya ehtiyacı var ki, bunu yazıblar. Ehtiyac da hansı hallarda olur? Bu dediyiniz xəstəliklər var. O dediyiniz xəstəlikləri də biz əgər podagrik artritin yaranma səbəbləri sırasında deyiriksə, keçələsən, Həsən keçə. Yarada bilməz. Bilirsiniz, yox, yaratmır. Xeyr, yaratmır. Yenə də siz bilən məsləhət. Deyirsən, yaratmır. Bu məni sevindirsin. Doktor, mən təşəkkür etmək istəyirəm. Varmı podagrik artritlə bağlı demək istədiyiniz səslənərək nələr müşahidə edirsiniz? Kim öz diaqnozunu bilirsə ki, podagrik artritdir, pəhrizinə nəzarət eləsin ki, hər gün həkimə müraciət eləmək məcburiyyətində qalmasın. Kim ki bilmirsə, oynaq deformasiya uğramadan həkimə müraciət eləsinlər ki, sonradan cərrahi əməliyyata möhtac qalmasınlar. Xatırladaq istəyirsiniz, may ayının 8-i Gəncədə, Gəncə Reabilitasiya Mərkəzində Əli Əlizadənin xəstələrlə, pasiyentlərlə görüşü olacaq. Tələsin, yazılın. Bir gün olacaqsınız, doktor. Bəli, bir gün bəlkə onu artıraq. Çatdıra bilmirəm, həqiqətən də vallahi çatdıra bilmirəm. Bir gün ayın 8-i günü. Amma bəzi problemlərlə əlaqədar hər ay gedə bilmirdim. 2 aydır, 3 aydır gitmirəm. Ona görə biraz sıxıntılar yaranıb orada da xəstələrimlə. İndi söz verirəm, imkan daxilində hər ay gedəcəm. Təşəkkür edirəm. Xoş oldu sizinlə söhbət. Hər zaman olduğu kimi minnətdaram. İşlərinizdə də uğurlar arzu edirəm. Minnətdaram, çox sağ olun. Çox sağ olun. Bir daha xatırladım. Maya Med klinikasında fəaliyyətini davam etdirir Əli Əlizadə. Revmatoloq osteopat Əli Əlizadə ilə görüşmək istəyənlər varsa, Vertex Revmatologiya və Osteopatiya Mərkəzinə müraciət edə bilər. Bakı əhli, amma Sumqayıt əhli Doktor Az klinikasında doktor həftənin ikinci günləri olur. Və bir daha xatırladım elə həkimin dilindən 8 may tarixində Gəncədə, Gəncə Reabilitasiya Mərkəzində olacaq. Gəncə şəhərində yaşayanlar və Gəncə ətrafı bütün bölgələrdən xəstələr müraciət edə bilər. Təşəkkür edirəm, doktor. Xoş oldu sizinlə söhbət. Qısa aradan sonra təkrar qarşınızda olacaq.